Nuru kişi yol kenarında koyun otarılmış. Koyun almaq məqsədilə maşından 4 nəfər düşüb ona yaxınlaşır. Qiymətdə razılaşıb Nuru kişiyə 100 dollar verib koyunu alırlar. Nuru kişi evə gəlib pulu oğluna verəndə oğlu baxır ki, atasına verilən 100 dollar saxtadır. Deyir ki, ata səni aldadıblar. Bu pul saxtadır. Ay oğul ola bilməz. Ata, sen mənə inanmışsan. İnanıram ay oğul, inanıram. Ama onların məni aldatmağına inana bilmirəm. Niye inanmışsan ay ata? Çünkü dördü de başı papaqlıydı oğul. Bəli, Nuru kişi aldanmışdı. Papaq aldanmışdı. O donup yerindəcə qaldı. Xəyal onu çok uzaqlara apardı. Həyat imtihandır. Tarixə dön bax. Mərd ol, ürəkli ol, nəsin, nə əyil. Səni çaşdırmasın qoyulan papaq. Kişi əməlləndir, papaqla deyil. Papaqla artarsa qüdrətin, gücün, bahası ucuzu dört yanda dolu. Papaq var əllərdə dilənmək üçün. Papaq var başlarda qeyrət simvolu. Papaq bizim